dağlarının qoynunda yerləşən, əsrlərin sükutunu qucaqlayıb, özündə birləşdirən möhtəşəm diyardan sizləri salamlayırıq, dəyərli izləyicilərimiz. Burada təbiət nəfəs alır, torpaq bol məhsul verir, insan zəhməti isə möcüzəyə çevrilir. Təbiətlə zəhmətin qovuşduğu möhtəşəm bir təsərrüfatı tanış eləyəcəyik sizlərə. Bilirsiniz, bura haradır? Öyrənmək istəyirsinizsə, ekranlarınıza yaxın əyləşin. Azərbaycan öz regionlarına görə, müxtəlif təbiətinə görə seçilən dünyanın ən möhtəşəm ölkələrindən biridir. Bugünsə biz Qaxdayıq. Qax öz sakitliyi ilə, hüzurlu təbiəti ilə seçilir və mən deyərdim ki, buranın ən gözəl təsərrüfatlarından birindəyik. Bunu bizim mət eləməyimiz, bizim deməyimiz kifayət deyil. Düşünürəm ki, elə təsərrüfatın sahibi bura haqqında özü məlumat versə, deyəsən, dostumuz da çox həyəcanlandı bundan bağlı olaraq. Gəlin Fərid bəydən soruşaq təsərrüfat haqqında. Fərid bəy, salamlayıram. Necəsiz? Sağ olun, siz necəsiz? Yaxşı olasınız. Yay fəslidir. Sezonun ən qaynar vaxtıdır. Maşallah müştərilər də çoxdur, ziyarətçilər çoxdur. İstəyirəm ki, gölkənar təsərrüfat haqqında məlumat verəsiniz. Gəlin gəzə-gəzə başlayaq. Elə həm bu möhtəşəm mənzərəni görsünlər. İnanın ki, gözlə görmək lazımdır buranı. Yəni kamera bəlkə də bu gözəlliyi tam olaraq sizə çatdıra bilmir. Fərid bəy, təsərrüfat haqqında məlumat verək. Necə oldu yaratmaq barəsini düşündünüz? Sözün düzü, biz əsl fikrimiz var idi ki, birinci növbədə balıq yetişdiriciliyi ilə məşğul olaq. Yenə də bir neçə il onunla məşğul olduqdan sonra özümüz də fikir verdik ki, kənd turizmi, ekoturizmə daha çox yönəlirlər insanlar. Biz də məqsədimiz odur ki, öz yetişdirdiyimiz balıqları, öz yetişdirdiyimiz məhsulları daha çox gələn müştərilərə təqdim eləyək. Yəni, öz milli mətbəximizi, balıq yeməkləridir, əsas kabablardır. Onlar haqqında daha çox məlumatı vermək və həmin dada çatdırmaq istəyirik. Nə gözəl. Yəni, hal-hazırda biz 3 illik işləməyimizə baxmayaraq Şəhərdən Kəndi layihəsinin dəstəyi ilə təşəkkür edirik. Biz təşəkkür edirik. Əlbəttə. Biz təsərrüfatımızı tam fəaliyyətə başlamışıq. İndidən sonra da çalışırıq ki, daha çox gələn müştərilərimizin öz istədiklərinə uyğun yeməklərimizi təqdim eləyək, öz məhsullarımızı daha çox çatdıraq. Əsas məqsədimiz budur. Əsas məqsəd budur. Elə aqroekoturizmlə bağlı Fərid bəy biraz məlumat verdi. Ən çox diqqətimi çəkən məqamlardan biri, biz biraz indi kameralar açılmamışdan əvvəl söhbət elədik, həm söhbəti olduq. Fərid bəy bildirir ki, insanlar rayonlara gələndə daha çox ağır yeməklərlə üzləşirlər. Qax da deyəndə birinci sülhürlü yada düşür. Amma qeyd edir ki, burada yoxdur. Niyə yoxdur Fərid bəy? Biz əsas sülhü yemək üçün, məsəl üçün bizə gələn qonaqlarımızı da daha çox məsləhət görürük ki, harada məsəl üçün daha yaxşı xəmir yeməyi yeyə bilərsiniz, harada balıq yeyə bilərsiniz, harada daha çox kabab yeyə bilərsiniz. Biz müştərilərimizə onu çatdırmaq istəyirik ki, bizim məsəl üçün menümüz tam böyük menü olmasa da bizim çatdırdığımız yeməklər tam istədiyimiz səviyyədədir. Təbii, bəli. Əsas məqsədimiz odur ki, öz bu territoriyada olan mətbəxin biraz fərqli olaraq nəzərə çatdıraq müştərilərimizə. Yəni, bu sizin xüsusiyyətinizdir, sizə xas olan xüsusiyyəti. Məncə, elə sizi fərqləndirən əsas məsələlərdən də biridir. Bu çox gözəl bir şeydir əslində. Siz özünüzü eyniləşdirmirsiniz. Biraz fərqləndirirsiniz. Fərid bəy, buradakı bax, bu göllərdir yəqin ki, bütün hamısı ərazi. Ərazi nə qədərdir ümumiyyətlə? Ərazi tam olaraq 10 hektar ərazini zəbt edir. Belə 2,4 hektar ərazidə balıq gölləri yerləşir. Bəs burada indi müəyyən təsərrüfatlar var ki, o təsərrüfatlarda insanlar balıq tutmağı özləri edirlər. Siz necədir burada? Yəni özünüz hazırlayırsınız, yoxsa insanlar da gəlib artıq istifadə edirlər? Bizə günlük özümüzün
bu göl şəraitində yetişdirdiyimiz balıqları təzə olaraq götürürük. Onları təmizləyirik. Həmin günü müştəriyə çatdırmağa çalışırıq həmin balıqları. Ondan da əlavə başqa rayonlardan da biz balıq gətiririk. Yəni o müştərinin istəyinə bağlı olaraq biz eləmişik onları. Belə də ən çox da məsləhət görərəm ki, gələndə qonaqlarımıza burada sazan, belamur kababının dadmaqlarını çox məsləhət. Onun doğranmağıdır, pişirilmə qaydasıdır, sozudur, tam fərqli olaraq biz təqdim edirsiniz. İndi mən bilirəm ki, o sirləri bizə verməyəcəksiniz tam olaraq, amma bu dəqiqədə möhtəşəm qoxular gəlir. Biz də səbirsizliklə gözləyirik həmin təamlardan dadmağı. Dəyərli izləyicilərimiz, Fərid bəy, bir də burada çox belə böyük bir geniş ərazini əhatə edən fındıq bağları görürük. Orada necədir? Məsələn, siz özünüz yəni bunlardan istifadə edirsiniz, yoxsa məsələn gələn adamlara məlumat verir? Bura əvvəldən də fındıqçılıq savxozu olaraq nəzərdə tutulur. Sovet vaxtı dağılandan sonra həmin ərazilər dinc əhaliyə paylanıb. Həmin vaxtdan da dinc əhali bağın qulluğundadır. Tam nəzarət olunur hər bir şeyə, öz malları olaraq nəzarət eləyirlər. Burada əsas məqsəd fındıqçılıq olaraq fındıqçılığın inkişafıdır. Belə nəzərə çatdırım. Həmin fındıqlar burada emal olunaraq, onların növbənöv nömrələri var məsəl üçün. Emal olunaraq xaricə ixrac artıq gedir. Nə gözəl, ölkəmizdə belə bir, həm də, yəni belə deyək də, həqiqətən sözün əsl mənasında təsərrüfat aqroturizmlə, yəni aqrar sahədəki turizmlə məşğul olur. Eyni zamanda kənd təsərrüfatını da özündə birləşdirir, cəmləyir. Çox səliqəlidir. Bu, ümumiyyətlə görəcəksiniz dəyərli izləyicilərimiz. Bir məsələ də var, həmişə soruşurlar, qax elədir ki, ümumiyyətlə indi, xüsusilə də bu fəsildə məlum məsələdir ki, qalmağa yer gəlirsiniz, o qədər uzun yolu şəhərdən və qalmaq yerləri. Burada da hər şey o qədər təbiidir ki, Fərid bəy qeyd elədi ki, biz elə insanların yaşaması üçün də, burada daha doğrusu qalması üçün də təbii şərait yaradılıb. Biraz ondan da bəhs edək. Biz burada kamping zona yaratmışıq. Çənlibel kamping zona olaraq bizim təşkilatçılığımız var. Hal-hazırda gələn müştərilərimiz üçün kamping zona təşkil edə bilirik. Bizim tədbirlərimiz olur. Həmin kontent yığılandan sonra bizim, məsəl üçün, bayaq gördüyünüz ərazidə çadırlarımız açılır. Həmin ərazidə biz onlara xidmət göstəririk. Hər cür şərait var? Hər cür şərait var. Əlbəttə ki, tam işıqlandırmasıdır, sanuzeridir. Bütün kamping zona olaraq bütün şəraiti yaratmışıq. Yaratmışsınız və biz onu da müşahidə elədik ki, gələcəkdə də bu sahədə artıq işlər gedir. Bunu da bəlkə çox açıqlamaq istəməyə bilərsiniz, amma genişləndirmək üçün, həmin bu məsələni biraz da rahatlaşdırmaq üçün bu təsərrüfatda yenə də işlər davam edir. Düşünürəm ki, artıq biz gələn illərdə, gələn yayda bura gələndə Fərid bəy bizə yeniliklərini artıq təqdim edəcək ki, bu yeniliyi elədik. Adından da gördüyünüz kimi bura füsunkar təbiəti, məşhur gölləri, oksigeni, bol oksigeni ilə fərqlənən gölkənarı təsərrüfatıdır. Dəyərli izləyicilərimiz, bu rubrikamızda sizə təsərrüfat haqqında detallı məlumatlar verməyə çalışdıq. Tam sezonudur, tam vaxtıdır. Gəlin, bu gözəllikləri öz gözünüzlə görün, təbiətin möhtəşəmliyini öz gözünüzlə görün, bu möhtəşəm havanı ciyərlərinizə çəkin. Daha ətraflı məlumat almaq istəyirsinizsə, att.gov.az saytına, şəhərdən kəndə layihəsinin sosial media hesablarına, eləcə də bizim sosial media hesablarımıza daha dərindən baxa bilərsiniz. Əlbəttə ki, çağrı mərkəzimiz sizin üçün hər zaman aktivdir. Bizimlə əlaqə saxlayaraq daha geniş, daha ətraflı məlumatları ala bilərsiniz. Bəs sizin üçün maraqlı olan başqa təsərrüfatlar varmı? Bununla bağlı şərh bölməmizə öz məsləhətlərinizi, fikirlərinizi bildirə bilərsiniz. Mən isə gedirəm, növbəti təsərrüfatlarda, növbəti tanıtımlarda görüşərik.